Bugün 1 Mart 2026 tarixində OTK sınavına düşmüş bu sualda din bizim həm biliyimizi, həm də düşünmə bacarığımızı yoxlamağa çalışır. Bizə deyir ki, bu kvadratik funksiyanın qrafiki apsisonu -1, 0 və 5, 0 nöqtəsində kəsir. Bizə bu funksiyanın artma aralığını tapmağımızı istəyir. Bir qaydanı bilməliyik ki, parabola simmetrik funksiyadır. Yəni, kvadratik funksiya simmetrik funksiyadır. Deməli, buradan bu məsafə nə qədərdirsə, bu məsafə də o qədərdir. İndi bir şey tapmaq lazımdır. Buradan bura kimi məsafə neçədir? -1-dən 5-ə kimi əlbəttə ki, məsafə 6-dır. Simmetrik, yəni yarı-yarıya bölündüyü üçün bura 3 düşəcək, bura 3 düşəcək. Deməli, o zaman bu nöqtə olur 2 nöqtəsi. Yəni 2-nin üzərinə 3 gəldikdə 5 edər. Ki, bu nöqtə neçə imiş? 2, 0 nöqtəsi imiş. İndi gəlin bu funksiyanın artma aralığını tapaq. Bilirik ki, mənfidən müsbətə tərəf gedirsə bu artır. Mənfidən müsbətə tərəf gedir. Hansı nöqtədə azalmağa başlayır? Burada ekstremum nöqtəni alır və azalmağa tərəf gedir. O zaman bizim funksiyamızın artma aralığı olacaq mənfi sonsuzluqdan 2-yə kimi. Cavab mənfi sonsuzluq 2, Y variantı. YouTube kanalımızı izləməyə alaraq bütün sualların izahlarını əldə edə bilərsiniz. Bir az sonra bütün sualların izahı YouTube kanalımıza yüklənəcək.